Salam dostlar, xoş gördük sizləri. Tron haqqında mən paylaşım edirdim. Özünüz bildiyiniz kimi Tron Big, Yata Babu, Free Tron. İndi bunun haqqında paylaşım edirəm. Bu çox xoşuma gəlir. Ən çox nə cəhət xoşuma gəlir? Yəni oyun oynadıqda tutur, həm də ki 5 Tron olub çıxartmaq olur. Qeydiyyat linkini yorum hissəsində paylaşmışam. Keçin qeydiyyatdan ki orada bonus da versin. Referans bonusu olur, dəvət bonusu, onu da versin sizə. Deməli burada necə eləmək lazımdır? Onu göstərim sizə ilk öncə. Yəni siz vurdunuz linkin üzərinə, qeyddən keçdiniz, hər şey hazırdır. Daxiliniz belə bir yer açılacaq. Gəlirsiniz baxın bura. Əgər Azərbaycan dilində olmasa 3 xətti vurun, burada görürsüz. 3 xətti vurursunuz. 3 xətti vurandan sonra yazı burada çevir. Çevir sözünə vurursunuz, çevir Azərbaycan dilinə. Sonra bu kran sözünün üzərinə vurursunuz. Gəlirsiniz aşağı, gəlirsiniz. Yəni kimin vaxtları varsa, bax girsin bu oyunlarda oynasın, daha çox tron yığsın ora. Daha çox pul yığsın ora. Yəni bildiğinizə. Yəni buranın bir özelliği odur ki, bura ancaq bank kartı keçmir də, kriptovalyuta ilə eləmək olur. O da çox güvənlidir ki, yəni bağlama ehtimalı yoxdur. Gəldiniz, deməli gəlirsiniz baxın. Burada buranı işarələyib iddia sözünü vurursunuz. Mənə indi 1 saatına bu qədər tron verir. Bu qədər tron verir. Sizə bunu verəcək. Oyun oynadıqca səviyyə söhbəti artır. Orada məsəl faizlər olur. Tutaq ki, məndə məsələn burada, yəni bunu yeniləyib faizi göstərsin. Görürsünüz, yəni getdi faiz. 54 neçəsə faizdir, 53 54 faizdir. 53 faizdir. Bu məsələn gəlib 100 faiz olandan sonra 200 tronluq oyun oynayıram da mən hazır 106 tronluq oyun oynamışam. 200 tronluq oyunu oynayandan sonra gəlib düşəcək baxın məndə bura. Bu səviyyəyə. Sonra saatına bunu verəcək. Məsələn indi bu da ola bilər məsələn olacaq məsələn 500 tronluq. 500 tronluq oynayandan sonra düşəcək bura. Bura. İnanın ki bununla, buna ya buna gəlib bunlardan birinə çalsız əladır. Buna çalsız lap superdir. Saatına 50 tron verir. Yəni ki bu bir günə 200 manat yaxın puldur. Bu da saatına 7 tron, bu da saatına bu qədər tron verir. 1.2 tron. Yəni həqiqətən superdir. Yəni bir günə buna gəlib çalsaz, bir günə ən azı eləyir sizin 24 tron, əlavə də yazsınız 30 tron, bir gün 15-20 manat yaxın pul götürə biləcəksiniz bir gün ərzində. 1 saatdan bir gəlib götürürsünüz. Çıxarış da anidən gəlir. Çıxarış da həmin dəqiqə, yəni belə deyim də uzaq baş 5 dəqiqə çəkə bilər. Köçür sizin Bybit yaxud da ki Binance hesabınız. Ən yaxşı Binance Azərbaycan dilindədir. Rahat istifadə etmək olur. Burada oyun necə oynanılır? İndi mən sizə onu göstərəcəm. Deməli tutaq ki sizin burada tronlarınız var. Düz bir yığmışsınız da burada tron hamısı burada göstərir. Tronlarınız var. Gəlirsiniz baxın bura. Bir dənə qoy sizə dəvətdə deyim, dəvət eləyin, mütləq dəvət eləyin insanlar ki, qoy daha çox sizə tron gəlsin. Bax, o 3 xəttə gələndən sonra burada bax belə bir yer var. Bunun üzərindən vurursunuz. Bax, gəlirsiniz, mən məsələn 53 dost dəvətim var, belə götürmüşəm, tronlar vardı burada. İndiyə qədər 5 tron götürmüşəm dost dəvətindən. Gəlirsiniz bura, burada link var. Linkinizi belə üzərinə vurub kopyalayırsınız. Və sonra bunu atırırsınız dostlarınıza, tanışlarınıza, onlar keçirlər qeydiyyatdan. Nəyəsə bilməkdən ötürü, yəni siz də əziz çəkib video çəkməyin də. Mən bu paylaşdığım videonu göndərin ona. Baxsın, necə olur, nətər olur. Deməli, gəlin depoziti göstərim sizə. Depozit yerinə daxil olursunuz. Bunu kopyalayırsınız. Ücə daxil olursunuz Binance, Bybitə, hansı kriptovalyuta cüzdanı sizdə varsa, orada daxil olub göndərirsiniz bura. Minimum bir 15 tron göndərə bilərsiniz. 15-16 tron göndərin. Göndərəndən sonra tutaq ki, bura oldu 15-16 tronunuz. Nə qədər çox tron olsa, oyun oynasınız, o qədər udma şansınız, qazanma şansınız çoxdur. Siz 15 tronu, belə çıxmaz, 100 tron delib çıxarda bilərsiniz, sıfırlana da bilər. 100 tron da olsa, yəni siz orada səviyyə söhbətiniz qalxır. Uduzsaz belə, yəni səviyyə söhbətiniz o qalxır, bayaqki yerdən. Baxın, buranı deyirəm. Burada səviyyə var, faizlər. Yəni burada oyun oynayıb udutsaz da sizin faiziniz burada yəni də gedir, qalxır. Fərqi yoxdur. O cəhətdən çox yaxşıdır. Məsələn, deyək ki, siz burada tron atdınız, tronlarınız var burada. Gəlirsiniz burada, yəni 3 xəttə, gəlirsiniz burada görürsünüz, burada qamya sözü yazın, oyun sözü. Ora gəlirsiniz, amma mütləq bunu seçin, bu çox yaxşıdır. Bunu seçin, mən ən çoxsu belə oynayıram, baxın, mənim burada tronum olduqca azdır, yəni bu sıfırlanacaq deyin biləsiniz. Gətirib bunu orta xəttə qoyursunuz, bunu seçirsiniz. Bir dənə görüm, tərcümə eləyə biləcəm, mən bunun tərcüməsi getmədi. Yəni, yeniləmə edeyim. Bax, gəlirsiniz, bunu qoyucu orta xəttə, sonra gəlirsiniz, artım sözünü görürsünüz, bunu işarə eləyirsiniz, bura gəlirsiniz, mən buranı çox vaxt 56 eləyirəm, belə eləyirəm. Gəldiniz, indi sizə tron çox olandan sonra, bax, bunu çəkin, qoyun, 3-ə ya 4-ə qoyun, belə qoyun, 4-ə qoyun, mən çox 4-ə oynayıram. İndi məndə tron çox azdır, yəni həlli belə qoyuram da, yəni 2-yə qoyuram. Bir də burada, məsələn, baxın, burada tron səviyyəsini qaldıra bilirsiniz. Tutaq ki, 2-2-sinə, nə bilim, belə, yəni bu qədər tron çıxırsa 2 vurur, 2-yə vurur. Mən bunu 4-4-ə vuracaq. O cəhətdən çox yaxşıdır. Məsələn, indi bir start verin, baxın. Belə vurursunuz.
Baxın bu gedib gəlir. Görürsüz yuxarıdakı rəqəmlər dəyişilir. Bunu belə qoşdunuz və salam. Qoşun özü üçün oynasın. Ya bunu ikinci telefonunuz varsa ikinci telefonuna qoşun, ya kompüterinizə qoşun, fərqi yoxdur. Bax belə gedib gəlir o, axıra qədər gedib gəlir. Burada yığır, sonra məsələn vurur bunu 2-yə vurur. Məndə yəni azdır da, çox azdır 2, çünki tronum azdır. İndi bunu saxlayıram. Məsələn bunu təkimini eləyim, tutaq ki 3-də neçə. İndi bunu 3-ə vuracaq. İndi bu tez sıfırlana bilər, deyin biləsiniz də. Yəni. Baxın görürsünüz burada yuxarıda yavaş rəqəmləri qalxır. Görürsünüz baxın burada rəqəm qalxır. Baxın indi bu sıfırlar görürsünüz yəni oldu bir. Yəni orada yavaş oynayacaq rəqəm qalxır. Amma çox tronlubuz olsa, yəni udma şansı daha çoxdur. Nəinki uduzma şansı. Bax bu az görürsünüz sıfırlandı ki. Çox tronunuz olanda görürsünüz sıfırlanırsa, yəni ikisi təzən bunu vurursunuz. Yeni də belə vurub başlaya bilirsiniz. İndi bəxtiniz gətirsə düşsə, başlayır oyun oynamağa. Mən dünən məsələn yenə 5 tron çıxartdım, yəni göstərəcəm onu sizə. Amma yəni burada tron çox olanda daha çox şans qazanma olur, udma şansı. Geri götür sözünə gəlirəm. Baxın deməli dünən 5 tron, sonra 17 tron, yəni 5 tron. Bax beləsini oynayıb çıxarmışam burada. O biri var məndə, orada çoxdan çıxarmışam. 5-6 illik istifadə edirəm onu. Amma bundan nəsə xoşum gəlir. Bunun üçün 5 trondan çıxarış eləmək olur. 5 tron oldu. 5 tron yığdınız, atın kriptovalyutanızı. 5 tron oldu, atın kriptovalyutanızı. Yığın, orada sonra satışa qoyun. Satışa edin P2P ilə rahat şəkildə sata bilirsiniz. 2 dəqiqənin ərzində pul köçür kartınıza. Çox rahatdır, çox güvənlidir, çox xoşum gəlir. Həqiqətən də superdir. Bax belə şey olanda yeniləməlisiniz, yəni açılacaq. Kim istəyirsə girsin, istifadə eləsin. Rahat şəkildə istifadə edə bilərsiniz. Qeydiyyat linkində paylaşmışam. Girin qeyddən keçin, rahat istifadə eləyin.